No trying to be Indian, no trying to be cool, just trying to be Indian. Tell me how you feel. Can you feel the windows? Can you feel the truth? All the windows inside this room. 'Cause I wanna touch you, baby. I wanna feel you too. I wanna see the sunrise. You will see just me and you. Light it up on the run. Let's make love tonight. Make it up, fall in love, try. You'll never be alone. I'll be with you from dusk till dawn. I'll be with you from dusk till dawn. Baby, I'm right here. I hold you when things go wrong. I'll be with you from dusk till dawn. I'll be with you from dusk till dawn. Baby, I'm right here. I'll be with you from dusk till dawn. Baby, I'm right here. I'll be with you from dusk till dawn. Baby, I'm right here. Give your love to your body. It's only you can stop it. Go give love to your body. It's only you that can stop it. Go give love to your body. It's only you can stop it. Go give love to your body. Go give love to your body. You'll never be alone. I've been with you from dusk till dawn. I've been with you from dusk till dawn. Baby, I'm right here. I'll hold you when it's going wrong. I'll be with you from dusk till dawn. I'll be with you from dusk till dawn. Baby, I'm right here. Tatyana ve Babek. Mükemmel. Təbrik edirəm Röyəm. Çok sağ olun. Nə bilim vallahi belə çıxışın üzərinə çox söz demək də olmur. Hər ikisi tamamladılar. Belə də nə bilim mənim üçün biraz gözlənilməz oldu. Elə bir səhnəyə yaxınlaşanda mənə elə gəldi ki, arxain deyirlər, amma məni mat qoydular. Dedilər ki, yox, belə olmur. Bax, belə də olur. Hər ikinizi təbrik edirəm. Mən bilirəm ki, Röyə üçün çox bir çətin seçim olacaq. Hər ikisi də öz çıxışlarını sonuna qədər haqqını verdilər. Bravo. Murat buyurun. Teşekkür ederim. Denen Murat, denen. Bax, buna deyərəm çətin mahnı. Ben de mat kalmışam, Bu çətin mat, mahnıydı. zat kalmışam, zat. Meşhur Elza Hanım'ın şehrindeki kimi. Elza Seycan'ı Mat buradan məni elədi, sevgi dolu zat qəlbinizlə. məni elədi mat. Dostlar, çətin nəğmə seçmişsiniz, açığın deyim. Çətindir. Amma mən istəyirəm Röyanın seçimini seçimini rahatladım. Seçimində Röyaya bir rahatlıq gətirim. Vallahi bu layihə başlayar-başlamaz, biz onu eşidər-eşitməz. Mən həmin dostumuzun yavaş-yavaş ifalarını azarkeşinə çevrildirəm. Ona görə də yəni ki, bilginən ki, sən Babək bizim komandaya gəlsin. Yəni mən hazıram Babək üçün bu düyməni basmağa. Açıq mesaj. Açıq, hə, nə deyirlər ona? Bir dəqiqə deyən, Röyanın mahnısında belə bir mesaj söz var idi. Sarı Kabadayının hansı mahnısında? Göndər. Nəysə, belə bir söz, yəni açıq mesaj, nəysə. Hə, açıq mesaj. Kəsin bilgi. Hə, kəsin bilgi yayılsın. Mən Babək üçün bu düyməni basmağa hazıram. Hazıram. Hətta Babəkin aksentinə rəğmən mən bu düyməni onun üçün basmağa hazıram. Çünki Bütün açıqlamaları çox verəcəm möhtəşəm materialdır, çox möhtəşəm bir xammaldır. Hansı ki,
Bilirim Murad. Bundan əminik çünki görmədən seçimlərdə də siz Babək üçün düyməyə sıxmışdınız. Bəli. Ne olmuştu? Nə olsun? Bax, O bax. beni O kimi seçmiş. seçmişti? Sonrasını demirəm də, sonrasını demirəm. Yenə Sonra də, el niyə arasında belə Muradı oldu? paxıl kimi çıxarsın. Mən bu düyməni bastım. Məncə Babək el məni arası- seçmə. Seçmədi ki, indi bu dəqiqə əgər çətin vəziyyətdirsə, mən Babək üçün düyməni yenidən basıram. Söhbət ondan Tatiana gedir ki, üçün də o düyməyə söhbət basmışdınız. ondan gedir ki, iştirakçı ona dəysin. Hal-hazırda mənim düşüncəm belədir. Belə, yəni Röya artıq rahat ola bilər. Çok sağ ol. Buyur əzizim. Fikrim mənim üçün Eldar, çox buyurun. maraqlıdır. Bu həqiqətən çox çətin bir mahnıdır. Dostlarımız Daim qızı əslində... yazıb. Necə? Mənim daim qızı yazıb Siya. Çox gözəl. Mahnı həqiqətən çox çətindir və mən düşünürəm ki, ifaçılar çox fərqli üslublarda, janrlarda oxuyan ifaçılardır. Və sən ki onları bir mahnıda birləşdirdin və o qədər gözəl birləşdirdin. Bu əhsən, halaldır sənə də, uşaqlara da. Özləri də çox sağ olsun. Geyimləri sən Musiqiçilər seçmirsən, də. rəngləri. Komanda Çox- olaraq hə, yəni. Çox gözəl. Yaxşıdır. Və ümumiyyətlə layihəyə çox Yaraşır, qırmızı hə. qara. Sizi təbrik edirəm. Bəzi məqamlar olub ən əvvəldə, amma artıq nəqarətə çatanda siz daha çox açılışdınız, daha çox Bəli. ayaqların üstündə dəmir kimi dayana bildiniz. Uğurlar, Röya, sənə uğurlar və mən düşünürəm ki, sən onsuz da Doğru. düzgün seçim eləyəcəksən. Hələ ki Əvvəla- seçim etmir ustadları öncə rəy bildirir qarşı durma haqqında. Buyurun. Hər ikisinə təşəkkür edirəm. Həm Babəkə, həm Tatianaya. Məni yanıltmadılar ki, yaxşı ki bu mahnını seçdik. Babək haqqında onu başlayayım deməyə ki, Babək doğrudan da təzə materialdır və Babək oxumadığı bir şeyi razılaşdı oxumağa. Yəni bir mahnını. Çünki bu əziyyətin hamısı Tatianaya görə idi. Çünki o ümumiyyətlə bizi anlamır, bizi başa düşmür, bizim musiqidən uzaqdır. Yəni bu məşqlərdə də anladım mən bunu. Məsəl üçün məşqdə Tatiana elə oxuyurdu ki, mən şübhəli idim Babəkdən. Amma burada biraz girişdə özünün həyəcanından yəqin ki, özü də yaxşı bunu bilir. Mənim üçün ikisi də çox güclü səsdir. Amma mən daha çox məni anlayanla, bəli, yol getmək istəyərəm. Yəni musiqi tərəfdən. Ona görə də belə bir söz deyim də, Tatiana məni anlayacaq ki, əgər o bu ölkədə qalmaq istəyir, bu proyektdə ümumiyyətcə, burada işləmək istəyirsə, bu sənət davam elətdirmək istəyirsə, yəni bu ölkədə, məncə biraz bizim musiqilərdən də xəbəri olmalıdır. Biz çünki bir dənə də mahnı seçmişdik. Bizim Azərbaycan klassikasından ki, onu Rəşid Behbutov Rusçada oxumuşdu. Orada bizim Babəklə də biraz... Qayada yatmış idim, daş atdılar o yanmadan. O nəğmə. Orada da başa düşdük ki, yox, bu mahnı yox. O zaman İngiliscə mahnıya çevirək ki, Tatiana daha özünü yaxşı burada göstərə bilsin. Röya xanım, deyəsən Hər sizin bir seçiminiz halda- bəllidir. Gəlin o sehirli sözü deyək və siz sonra rahat-rahat qərarınızı açıqlayın. Seçim vaxtıdır. Diqqət ustada. Mən bu yolu Babəklə getmək istəyirəm. Babək əfəndi! Təbrik edirəm. Təbrik edirəm. Uğurlar. İndi isə Məndə Amma belə bir qız Tatiana var. üçün son deyil. Çünki burada mənim əziz ustadlarım da var. Siz bilirsiniz ki, gedənlərdən kiməsə şans verilir və onlar seçə bilirlər. indi baxarıq. Bəli. Çünki onun səsinin gücünə, ona inandılar, gördülər. Çox güclüdür Yəni- amma məndə Tatiana'ya bənzər səslər var, xanım. Bəli, siz də Məndə gördünüz. Tatiana var ümumiyyətlə bir dənə. Eyni adı var hə. Çox güclü səslər Əziz ustadlar, icazə verin biz Tatiana üçün həmin o həll edici 10 saniyənin
startını verək. Siz isə rəyinizi düyməyə sıxmaqla desəz kifayət eləyər. Vaxt gedir. Ay, mən röyadan uğurlayacağım kimisə, amma bu Tatyana deyil. Tatyana bənzər dedim, qızlar var məndə də. Amma çox güclü səsi var. Selavi. Təəssüflər Tatyana, amma çox sağ olun ki, siz gəldiniz. Rəng qatdınız layihəmizə. Bəli. Təcrübə qazandınız. Sizi tanımaq çox xoş idi. Buyurun, sonda eşidək sizi. Я хочу сказать огромное спасибо, что я здесь, что я дошла до этого этапа. Спасибо, уважаемые дорогие наставники. Спасибо всем тем, кто причастен к организации этого проекта. Это большой труд и какая же замечательная музыкальная слаженная работа. И было просто огромной сказкой побывать здесь. Спасибо вам огромное. Siz çox sağ olun ki, gəldiniz və bundan sonra da sizə uğurlu sənət hekayəsi arzu eləyirik. Çox sağ olun. Marilyn Monroe vibe'ı var. Da. I wanna be loved by you. Uğurlar olsun. Udacı. Təbrik edirəm. Yolunuz Onsuz da açıq olsun. Sağ salamat.